Yaddaş problemləri hər yaşda görülə biləcək bir problemdir, amma adətən müəyyən bir yaşın üstündə, yəni ahıl yaşlarda, orta yaşdan yuxarı olan insanlarda görünür. Amma bəzən xəstələr daha gənc yaşda yaddaş problemlərindən şikayətçi ola bilirlər ki, onlarda da müəyyən bir metabolitik səbəblər, müəyyən bir hormonal pozğunluq, müəyyən vitamin çatışmamazlığı səbəb ola bilir. Bununla birlikdə dediyim müəyyən bir yaşın üstündə, yəni yaşlı insanlarda yaddaş problemi olduğunda ağlımıza gələn ilk diqqətimizi cəlb eləyəcək demensiya dediyimiz bir xəstəlik ağlımıza gəlməlidir. Demensiya birdən artıq koqnitiv funksiyaların, yəni yaddaş, matematiksel hesablama, məntiq yürütmə, bu kimi koqnitiv funksiyalarımızın birdən artıq eyni anda pozulması ilə gedən xronik, progresiv, yəni zamanla artan bir xəstəlikdir. Demensiyanın fərqli şəkildə bəzi xəstələrdə bəzən olur ki, digər koqnitiv funksiyalar zəif təsirlənməklə birlikdə yalnız yaddaş problemi daha çox qabarıq şəkildə özünü göstərir. Bu halda da yenə də demensiyadan söz eləyə bilərik. Demensiyaya səbəb olan fərqli etiolojik faktorlar var. Məsələn, bu səbəb olan faktorlara görə də müxtəlif sistematik bölgülərə bölünübdür. Hansı ki, məsələn, Alzheimer demansı, vaskulyar demensiya, Parkinson demensiyası, Lewy-Cisimçisi demans, yəni müxtəlif səbəblərdən dolayı növrodegenerativ səbəblərə bağlı ola bilir, metabolik səbəblərə bağlı ola bilir, infeksiyon səbəblərə bağlı ola bilir. İlk başda onu deyim ki, demensiya həm xəstənin özünün həyat keyfiyyətini pozan, həm də ki, ətrafında olan insanlara ciddi şəkildə neqativ yansıması ola biləcək bir xəstəlik olduğu üçün demensiya xəstəmizdə bu kimi saydığım əlamətlər olduğu vaxtı mütləq həkimə müraciət edib, bunun səbəbinə yönəlik bir araşdırma olunub və müalicəyə nə qədər tez cəlb olunsa, o qədər faydalı olur. Bu hallarda xəstələrimizin müalicə prinsipimiz adətən dediyim kimi səbəb olan faktora yönəlik dəqiq araşdırma edib ona yönəlik müalicə edirik və bəzən olur ki, məsələn, Alzheimer xəstəliyində səbəb olan faktor bəllidir, növrodegenerativ bir xəstəlikdir, amma xəstəliyin və progresiv bir xəstəlikdir. Gedişatın qarşısını almaq üçün, ən azından müəyyən dərəcədə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün, yanaşı gedən simptomları ortadan qaldırmaq üçün müalicə prinsipini, müalicə strategiyamızı ona görə müəyyənləşdiririk. Ki, bu da xəstələrimizin sağlam yaşaması üçün, xəstələrimizin öz yaşadığı həyatı keyfiyyətli yaşaması üçün vacib bir faktordur. Adətən yaddaş problemləri müəyyən yaşın üstündə cəmiyyətin içərisində yanlış bir, səhv bir algılama var ki, yaşlanmaya bağlı olan bir proses kimi qiymətləndirilir. Amma bəzi insanlar var, məsələn 90 yaşında, 100 yaşında heç bir yaddaş və ya başqa bir koqnitiv problemi olmadan yaşayırlar və ya əksinə 50'li yaşlarda ciddi yaddaş problemi və koqnitiv zəifliklə yaşayan insanlarımız olduğu üçün bunu birə-bir yaşlanmaya bağlamayıb, mütləq altda yatan hər hansı bir xəstəlik varmı deyə diqqət eləməmiz lazımdır və bunun da xəstənin həm özünün həyat keyfiyyəti üçün, həm də ətrafdakı olan insanlara, iş həyatına neqativ yansıması olmaması üçün mütləq həkimə müraciət olunmasında fayda vardır.